BMW-nin bu 5 maşınını yollarda görmə ehtimalınız çox azdır. Bu maşınlar o qədər az istehsal olunub ki, bunları görə bilmək belə özü böyük şansdır. Qarşınızda bəhsi keçən o avtomobillər. Gəlin birlikdə baxaq. Videoya keçmədən öncə səhifəyə dəstək ol, birlikdə böyüyək. BMW M1 E26 BMW-nin ilk və tək super avtomobili. 3.5 litr 277 at gücü hasil edən və əfsanəvi orta mühərrikli dizayn. Cəmi 453 ədəd istehsal edildi. Layihə maliyyə çətinlikləri və texniki problemlər səbəbilə dayandırıldı. BMW Z8 E52 retro dizayn və güc bir arada. 4.9 litr V8 400 at gücü. Cəmi 5703 ədəd istehsal edildi. Yüksək qiymət və ekskluziv dizayn səbəbilə məhdud qaldı. BMW 850 GCI E31 BMW-nin unudulmaz V12 gücü. 5.6 litr V12 380 at gücü. Cəmi 1510 ədəd istehsal edildi. Yüksək qiymət və 90-cı illərin iqtisadi böhranı satışları məhdudlaşdırdı. BMW M3 GTS E92 yarış pistindən yollara gələn əjdaha. 4.4 litr V8 450 at gücü. Yalnız 135 ədəd istehsal edildi. Track Foxed yarış üçün olması və yüksək istehsal dəyəri səbəbilə limitli qaldı. BMW 507 Roadster BMW-nin ən nadir klassiklərindən biri. 3.2 litr V8 150 at gücü. Yalnız 252 ədəd istehsal edildi. Çox bahalı olduğu üçün satışlarda uğursuz oldu. Bu kimi qısa məlumatlar üçün izləmədə qal. İzlədiyiniz üçün təşəkkürlər.